Herkese salam, Arzu Finin YouTube kanalına xoş gəlmisiniz. Bu günləri Olivia'dan ən bəyəndiyim məhsulları sizə təqdim eləyəcəm. İnşallah bu videom sizin üçün yararlı olar. Amma videoya keçməmişdən əvvəl like'larınızı, kommentlərinizi və xahiş edirəm kanala abunə olmağı unutmayın. Çünki videolarım hədsiz az izlənilir və bu məni üzür, yıxır, məyus eləyir. Pis günə qalıram, evdə depressiyalara girirəm və bunun dərdini həyat yoldaşım çəkir. Ona görə həyat yoldaşım deyir ki, nə deyir həyat yoldaşım? Like eləyin, abunə olun. Bəli. İndi isə sizə Olivia'dan aldıqlarımı və ən çox sevdiyim məhsulları göstərəcəm. Videoda reklam yoxdur. Hər zamanki kimi özüm çəkmişəm, özüm almışam, özüm pul xərcləmişəm. İndi isə bir-bir göstərəcəm. Birincisi, həyat yoldaşım demişkən, həyat yoldaşıma aldığım və ən çox bəyəndiyimiz duş geli. Bu duş gelinin adı, yəni belə maxi formato da ola bilər, Felce Azura da ola bilər. Mən də dəqiq bilmirəm. Amma bir dəfə almışdıq belə təsadüfən, qiymət də çox ucuz idi. 4 manat ya 5 manat belə bir şey idi. Alıb çox bəyənmişdik. Ondan sonra davam eləyirik. Bizimki nanəlidir, Power Sport gedir və yəni gördüyünüz kimi böyük qablaşdırması var. 400 millidir. Yetərincə də istifadə edirsiniz. Ya həftədə 4 dəfə çimən insan üçün, 5 dəfə çimən insan üçün bu 2 aya yaxın, 2 aydan çox gedir. Ona görə ən sevdiyimiz məhsullardan biri budur. İndi isə keçək xanımlara, kişilər bitdi. Все, bu qədər idi. Əvvəlcə onu deyim ki, məndə belə bir Morfos çantası var. Necədir, bəyəndinizmi? Bunu mənə oradan hədiyyə eləyiblər. İndi sizə də izah eləyəcəm necə hədiyyə eləyiblər. Siz də gedib Morfos çantanızı onlardan pulsuz şəkildə ala bilərsiniz. Amma öncə bu çantanın paketidir. Dünən biraz qurdalamışam. Amma video çəkməmiş qutularını açmadım heç birini. Heç yoxlamadığım bir şeyi göstərəcəm əvvəl. Lopren Cosmetics brendinin belə bir gözaltı serumunu xanım mənə məsləhət elədi. Çox şirin bir xanım idi. İnşaatçılar Olivia'dan almışam bu arada. Tərkibində kafein var, hyaluron acid var. Xahiş edirəm, acid nədirsə Azərbaycan dilində mənə yazın. Çünki mən acid olaraq bilirəm, amma Azərbaycan dilində nədir bilmirəm. Peptid, 5% kafein və hyaluron acid tərkibli bir gözaltı serumudur. Saçma başıma xahiş edirəm, fikir verməyin. Marketdən təzə gəlmişəm. Sizə video çəkməyə çalışıram. Yəni bu tip bir şeydir, amma çox az istifadə eləmək lazımdır. Xanım elə dedi. İndi istifadə edib nəticələrini də digər videomda sizlə bölüşərəm. Çox az şəkildə göz altlarınıza çəkib yatırsınız. Səhər duranda gözlərinizin altındakı qaralmalar azalır. Mən bunu daha çox həyat yoldaşım üçün almışam. Onun göz altında qaralmalar var, yorğunluq var. Məndə yəni o qədər də yoxdur gördüyünüz kimi, amma məndə də şişkinliklər var yuxu rejimindən əlaqəli olaraq. İstifadə edəcəm. Nəticəsini sizinlə bölüşərəm. Yəni çox az istifadə olunacaq bir serum üçün çox böyük bir serumdur. 30 millidir tərkibində. Çox çəkmək lazım deyil. Çox çəksəz göz altında əlavə, yəni məhsul kimi qalır da, yəni heç bir xeyir olmur. Ona görə çalışın az istifadə edin. Nəticəsini bir yerdə danışarıq. Qiyməti 12 manat olmalı idi, səhv eləmirəmsə. Elə bir şey idi. Digər məhsulumuz isə Marvel Colors markasının kraskasıdır. 8.1 kraskası. Deyəcəksiniz ki, sən kraskanı nə edirsən? Saçını salonda düzəltdirmirsənmi? Bəli, salonda düzəltdirirəm. Amma gördüyünüz kimi mənim qaşlarım artıq tündləşib və mən açıq qaşı daha çox sevdiyim üçün ustamla danışdım. O da mənə dedi ki, özün ev şəraitində aça bilərsən. Ona görə Marvel Colors'un belə bir 8.1 kraskasını almışam və yanına bir aksidan almışam. Aksidanla birləşdirib qaşlarımı evdə açacağam. Bəlkə videosunu çəkib sizinlə paylaşaram. Aksidan olaraq da mən almışam Morfosun aksidanını. 20 vol aksidan lazımdır. Çox açmaq istəmirsinizsə 20 volum aksidanı baxın. Morfosun aksidanını almışam. Çox yaxşıdır. Qiyməti 7-8 manat idi, səhv eləmirəmsə. Bunun da qiyməti 4 manat 99 qəpik idi. Yəni 5 manat idi. Görün nə boyda kraskadır. Mən bundan nə bilim dibini sıyırana qədər istifadə eləsəm, hardasa bir nə bilim 5 il istifadə edirəm, xarab olmasa pul vermişik də nə də olsa da bir dənə qaşa görə 5 manat heyfdir. İndi sizə göstərmək istədiyim məhsullar Morfos məhsullardır. Ən çox Morfos məhsullarını Olivia'dan alıram. Əvvəllər Bravo'dan alırdım. Sonra bizim evimizin yanındakı Bravo'ya Olivia gəldiyi üçün artıq başladım oradan almağa. Mən sizə yadınızdadırsa neçə video öncə də demişdim ki, mən bildiyiniz, yəni ancaq Morfos məhsulları ya da Olaplex məhsulları istifadə edirəm saçımda. Azərbaycanda da Olaplexi hər yerdən tapa bilmədiyimiz üçün adətən Morfos istifadə edirəm. Morfosun belə bir collagen hair mask saç maskası var idi. Bu rəngini heç istifadə eləməmişəm. Oranjov rəngini, yəni narıncı rəngini, roz rəngini, bənövşəyi rəngini, roz yox, narıncı, bənövşəyi, sarı rəngini, bir də qaralı, ağlı, yəni bildiyiniz Morfos deyəndə ağlımıza gələn, çantasında da göründüyü o saç maskalarından istifadə etmişəm. Şampunları da eynən o şəkildə. Amma mavi rəngini ilk dəfə də almışam.
Yəni kağızını açmaq istəmirəm, çünki məndə orada hələ bitməyən nə qədər saç maskası var, amma iyi buradan gəlir bu arada. Sabun dəqiqə açacağam sizin üçün. Açıb iynəyəcəm. Burasından. Ay. Açdım, elə bilərsə yalan deyirəm. Bu videoda yalan yoxdur. Bu videoda fake yoxdur, saxtalıq yoxdur. Yəni belə də wow iyi gəlmiş. Bildiyiniz şampun iyi gəlir. Amma bunun oranjov rəngində, narıncı rəngindən elə qəşəng iyi gəlir ki, elə bil o salona gedirsiniz, saçınızı təzə kraskalatdırırsınız, o saçdan belə gözəl iyi gəlir. Oranjov rəngindən eyni elə iyi gəlir. Hələ ki neçə rəngini istifadə etmişəm, hələ ki mənim ən favorim o oranjov rəngidir. Sırada belə bir Mik Terapi böyük boy, saçı fenləməmişdən qabaq yandırmasın deyə istilikdən qoruyan bir süt almışam, Morphosun sütünü. Yəni bunun da qiyməti 13 manata almışdım. 13 manat olmalı idi, səhv eləmirəmsə. Bu arada aldığım məhsulların çoxusu endirimdə idi və qiymətləri çox yaxşı idi, çox sərfəli idi. Tərkibində də sizə tərkibini oxumaq istəyirəm. Gözüm görmür biraz. Ucları çox quru və zədələnmiş saçlar üçündür bu arada. Daha çox nəmi saçın uclarını nəmləndirir, amma tərkibi yağlı olduğuna görə az istifadə olunmağı tövsiyə olunur. Bunu da biləsiniz. Deməli necə oldu? Mən bunu almışdım. Bir də indi sizə göstərəcəyim bu saç yağını almışdım. Bu saç yağını istifadə eləmişəm, çox bəyənirəm. Elidorun saç yağı, Pantene saç yağı, bir də Morphosun saç yağı. Hələ ki favorimdir, çox bəyənirəm yəni. Gördüyünüz kimi qablaşdırması çox şirindir. Pompa şəklindədir. Pompa şəklində olmağı çox rahatdır. Serum şəklində olanları və şampun kimi olanları heç xoşlamıram. Bu 275 millidir. Adətən bu tip şeyləri nəm saça istifadə etmək lazımdır, yağlı şeyləri. Çünki quru saçlarda saç ekstra yağlı görünür. Amma mən daha çox nəm saçda istifadə edib, saçlarımı qurulayandan sonra 2 pompada quru saçlarımın uclarını istifadə edirəm. Çünki mənim saçlarım dediyim kimi çox qurudur, ucları ən çox da. Gördüyünüz kimi mənim saçımda asvetleniya var, yəni saçım açılmış saçdır. Onun üçün də ekstra quruluq var saçlarımda. Yəni bu çox gözəl bir məhsuldur. Bunu mütləq alın, aldırın. Sevirik bu məhsulu. Baxın, çox qəşəngdir. Qabı da qəşəngdir, özü də qəşəngdir. Bu tip məhsulların içi bitəndə, bu şüşədir də, plastik deyil. İçi bitəndə mən bunun içini yaxşı-yaxşı yuyub saxlayıram ki, birdən nəsə lazım olanda maska falan istifadə edəndə və yaxud da başqa bir yağ olur, qabı qırılır. Onun üçün istifadə edirəm. Hətta keçən il yayda belə bir məhsulu saxlamışdım, yaxşı ki, qablaşdırmasına içi boş idi. Mənim zaqar yağım qırılmışdı qabı, bunun içinə əlavə eləmişdim, çox da bomba idi. Hətta o zaqar yağımın qapağı şey deyildi də, bildiyiniz şampun kimi tökülürdü. Bunun içinə tökəndən sonra daha keyfiyyətli istifadə etmək olur və daha qənaətcil olursunuz. Dediyim kimi bunu bir də bunun kremini, bu üçünü almışdım. Kassada xanım dedi ki, 25 manatdan artıq alış-verişinizdə sizə çanta düşür. Morphosun çantası düşür. Bir dənə də yüngül bir şey götürün. Mən də getdim, bunu götürdüm. Halbuki bunlar üçü elə 25 manat keçirir. Sadəcə əlavə olaraq bir dənə də getdim, bunu götürdüm. Yəni bunların üzərinə mənə belə gözəl, şirin bir çanta hədiyyə elədilər. Çox sevirəm belə çantaları. Elə Morphos məhsullarımı qoymaq üçün əladır, amma iyi çox qəribədir bu arada, onu da deyim. Yəni çox belə dermatin, çox nazik, belə qəribə bir iyi var, amma ki havada saxlayıb içinə parçalat vurub istifadə edə bilərsiniz. Həyat yoldaşım ondan baxır ki, bu qız niyə belə haldan hala girir, gicik şərkətdə edir, nəysə. Bir dənə də belə bir şey almışam. 1 manat idi, 2 manat idi. Baxın. Görün, ne şirindir. İçi dolu kremdir. Bu da yəni bildiyiniz süt. Bu da süt maskasıdır. Saçımıza istifadə edə biləcəyimiz bir maskadır. Bunlardan 4-5 dənə alacaqdım, amma dediyim kimi həyat yoldaşımla getdiyim üçün və o da mənə bəsdir artıq dediyi üçün bir dənəsini, üzümü belə abrımı tutub bir dənəsini ala bildim. Həm də bunu istifadə edəndən sonra keyfiyyətinə baxıb, bu da bu arada ilk dəfə yoxlayacağım bir şeydir. Keyfiyyətinə və mənə nə qədər təsir eləyəcəyinə baxıb, daha sonra bundan bəlkə tək gedib 5-6 dənə ala bilərəm. Bu arada bundan öncəki videomda Decolive məhsulları açmışdıq. Bu da Decolive'dən aldığım bir məhsuldur. Görün nə qəşəngdir. Dekorativ olaraq çox qəşəngdir. Aldığım məhsulları sizə təqdim edəndən sonra bura qoyacağam. Düzdür, mən yadımdan çıxartıram belə şeyləri. Fikirləşmişdim ki, bunun üstünə yığaram sizinlə danışa-danışa. Amma gördüyünüz kimi yenə mal olduğum üçün yanıma yığıram. Başım çatmır çünki, bilirəm. Bura yığmalıydım. Nəysə. Elə təsəvvür edin ki, danışa-danışa bura yığdıq və çox estetik bir video oldu.
Yəni bu qədər. Olivia'dan aldıqlarım bu qədər. Bir də Olivia haqqında qısa bir şey danışmaq istəyirəm. Olivia'da bildiyiniz kimi hər şey satırlar. Çətirlər satırlar, kalqotkalar satırlar. Daha sonra kosmetik məhsullar, bədən məhsulları, hər şey satırlar. Bəzi şeylər təbii ki, mənə görə orijinallığını qorumur. Mən niyə belə daydaylar kimi otururam? Hə. Bəzi şeylər orijinal deyil. Məsələn, Sol de Janeiro kimi markaların ya da Victoria's Secret kimi markaların fake spreyləri falan da var, amma bəzi məhsullar orijinaldır. The Purist məhsulları, Desil məhsulları, bunlar hamısı orijinaldır və orada satılır. Garnier məhsulları, Nivea kimi məhsullar satılır. Mən oradan indi bunlar ehtiyacım var idi, bunları almışam. Amma Desil'in və The Purist'in çox qəşəng serumları, dəriyə baxım, qulluq üçün çox qəşəng məhsulları var. Onlara da baxa bilərsiniz. Dünən mən gördüm, qiymətlərinə şok oldum. Qiymətləri həqiqətən çox sərfəli idi. Daha sonra kosmetik məhsullar da var. Kosmetik məhsullara baxmadım, almıram çünki. Amma hədiyyəlik çox qəşəng şeylər var idi. Hətta mən Olivia'da dekabrın 31 günü öz dostlarıma hədiyyə almaq üçün Olivia'dan məhsullar almışdım. Çox qəşəng belə qarpız dilimi formasında, içində hamam vannası üçün köpük, ondan sonra sabunlar, şampunlar, bədən baxım məhsulları, yəni çox qəşəng şeylər var. Bunlara da baxa bilərsiniz. Mənim Olivia ilə bağlı demək istədiyim bu qədərdir. İstəsəniz gələn səfər Rossmann haqqında da danışarıq, çünki Rossmanı da çox bəyənirəm. Hətta Olivia'dan öncə mən ancaq Rossmannla alış-veriş edirdim. O haqqda da danışa bilərik. Videomuz bura qədər idi. Ümid edirəm ki, bəyəndiniz. Sevirəm sizi. Görüşərik. Like eləməyi unutmursunuz. Bye bye.